oruç tutursan, yoxsa ac qalırsan? Allahın sözündə deyilir. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. Deməli, yemək qaydası və nəyin yeməli olduğu hələ Eden bağında mövcud idi. Ən əsası isə yeməli olanı Allah təyin etmişdi. Bəs ilk oruc haradan başladı? O, bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını betirdi. Rəbb Allah insana əmr edib dedi, bağdakı bütün ağacların bəhrəsindən istədiyin vaxt yeyə bilərsən. Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən. Maraqlı bir mövzudur. Oruc haradan gəldi, mənası nədir deyəndə bu ayəni xatırlamamaq mümkün deyil. Oruc sözünə fərqli dillərdə baxaq. Fars dilində rüzə sözü gün və gündəlik mənalarını verir. Qədim türk dilində azaq sözü rüzə ilə eyni mənada işlədilib. Ərəbcə saum sözünün mənası isə daha dərindir. Nəfsini saxlamaq, bir şeydən geri durmaq, uzaqlaşmaq kimi mənalara sahib olan bu söz əslində oruc deyilən ayinin mahiyyətini açır. Bəs oruc haradan başlayır? Biraz əvvəl toxunduğumuz ayə bizə ilk orucu, yəni nəfsini saxlamaq, geri durmaq lazım olan yeri və əmri göstərir. Deməli, oruc yeməklə deyil, qərarla bağlı bir ayindir. Toxunma və yemə, öləcəksən. Sadə görünən, lakin sıradan olmayan bu əmr, insan həyatını yönləndirən və təməldən dəyişən xüsusi bir qüvvəni özündə daşıyır. Oruc sözünə ərəb, fars və türk dilləri ilə yanaşı, qədim İbrani dilində də baxsaq, həmin dildə oruc anlayışını ifadə edən bir neçə sözə rast gəlirik. Çom, ağzı bağlamaq və ya yeməkdən çəkinmək deməkdir. Tanit, nəfsi sıxmaq, özünü alçaltmaq və təvazökarlıq göstərmək mənasını verir. Yom Kipur, hərfi mənada nəfsi alçaltmaq və ya nəfsi tərbiyə etmək deməkdir. Bu isə orucun sadəcə pəhriz deyil, mənəvi təmizlənmə prosesi olduğunu vurğulayır. Bu sözlərin hamısı nəfsi incitmək deyil, nəfsi idarə etmək, qadağan olunandan uzaq durmaq mənasını daşıyır. Deməli, oruc özünü məhrum etməklə deyil, təvazökarlıqla əlaqəlidir. Canımın istədiyini deyil, Rəbbin istədiyini etməklə bağlıdır. Yazılıb, nəfsini saxlaya bilməyən insan dağılmış, hasarsız şəhərə bənzəyir. Allahın əmrini pozan insan nəfsinə hakim ola bilməyən insandır. Belə insan sərhədləri dağılmış şəhər kimidir. Adəm və Həvva o sərhədi keçdilər və qadağan olunmuş yerə, həmin ağacın yanına gəldilər. Yemək isə artıq verilmiş qərarın icrası idi. Nəfsə hakimlik, Rəbbə xidmət üçün verilən qərardır. Oruc isə yeməklə deyil, Rəbblə olmaq qərarıdır. Özünü məhrum etmək və qidadan uzaqlaşmaq isə həmin qərarın icrasıdır. Deməli, qərar olmadan etdiyim imtina sadəcə acılıqdır. Amma bütün həyatımı Rəbblə keçirmək qərarı həyatımın oruc halına çevrilməsi deməkdir. Oruc, bədənin qadağan olunandan uzaqlaşması ilə birbaşa əlaqəlidir, lakin onun əsası ürəyin itayət qərarıdır. İndi necə düşünürsən? Sən oruc tutursan, yoxsa sadəcə ac qalaraq canına əziyyət verirsən?